Birinizi yeni videomda salamlayıram dostlar. Bu günləri sizlərə yeni bir proyekt göstərəcəm. Hansı ki bu proyekt vasitəsilə istər yatırım edərək, istərsə yatırımsız bir şəkildə istənilən bank kartını ödəniş edə bilən bir proyekti sizlərə göstərəcəm dostlar. Proyektin linki şərhlər bölməsində olacaq, oradan daxil ola bilərsiniz. Videoya keçmədən əvvəl kanalımıza abunə olub bildirimləri açmağı və video like atmağı unutmayın. İndən hər birinizə çox təşəkkür edirəm. İndi keçək dostlar videomuza. Şərhlər bölməsində qoyduğum linkdən daxil olursunuz və qarşınıza belə bir səhifə gəlir. Bir məqamda nəzərinizə çatdırım ki, bütün videolarımda olduğu kimi bu videomda da heç bir yatırım tövsiyəsi vermirəm. Sadəcə olaraq öz yatırım etdiyim proyekti sizlərlə birlikdə göstərirəm. Yatırım etmək istəyən dostlarımız da öz riskləri daxilində öz araşdırmalarını edərək yatırım edə bilərlər dostlar. Hal-hazırda keçirik videomuza. Gördüyünüz kimi bizim balansımızda 30 azminlik bir balans var və eyni zamanda bu bölmənin üzərinə gəldikdə də görürük ki, bizdə VIP1 paketi aktivdir dostlar. Gördüyünüz kimi gündəlik 1.5 AZN gəlir verən 15 AZN yatırım etdim. Yəni ümumilikdə 45 AZN proyektə yatırım etdim dostlar və 15 AZN-ə 90 günlük gündəlik 1.5 AZN bizlərə ödəniş edən beləsə investisiya paketini aktiv etdim. Buradan da görmüş olursunuz. Hal-hazırda aktivdir və hər gün mənə 1.5 AZN ödəniş edəcək dostlar. 10 günə mən yatırım etdiyim paketin məbləğini geri almış oluram. Zaten bütün paketlərdə elədir. 30 AZN yatırıma gündəlik 3 manat, 50 AZN yatırıma gündəlik 5 manat, 80 AZN yatırıma gündəlik 8 manat. Yəni yatırım məbləğini 10 gün ərzində geri beləsə qazancı verir dostlar sizlərə. Minimum çıxarış da 15 AZN-dir. Burada paketlərdə görürsünüz 300 manat, 500 manat, 700 manat, 1000 manata qədər beləsə ödənişlər var. Mən minimal şəkildə yatırım edib proyekti yoxlamaq məqsədi ilə beləsə yatırım etmişəm. Sizlərlə birlikdə yoxlayıram. Ödənişlər aldığım müddətcə videolar paylaşacağam və həmin videolardan da zaten çıxarış, yəni qazanc videolarımı qazanana qədər, yəni sayt ödəniş edənə qədər sizlərə göstərəcəm dostlar. Yəni minimum çıxarış 15 AZN olduğuna görə mən 10 gün 1.5 AZN-lik günlük qazancımı yığacam buradan. Bu bölmədən gördüyünüz kimi gəlir bölməsindən plus üzərinə klikləyərək gəlirimizi toplayırıq və balansımıza gəlir. Və buradan da pul çıxarışı bölməsinin üzərinə bir dəfə klikləyirik və burada məbləği təyin edirəm. 30.5 təyin etdim və burada təsdiq bölməsinin üzərinə bir dəfə klikləyirəm. Hal-hazırda yəni tam çıxarış mövcuddur. Yəni 20, 21, 22, 25, 30, yəni qəpik çıxardılmır dostlar. Buna görə tam məbləğ 30 AZN təyin edirəm və təsdiq bölməsinin üzərinə bir dəfə klikləyirəm və çıxarış zamanı 15% bir komissiya tutulur. Bəli bölməsinin üzərinə kliklədim və çıxarış sorğusu göndərildi yazıldı dostlar. Yəni qeydiyyat prosesi də çox sadədir. İstənilən bir telefon nömrəsini yazırsınız. Mən öz telefon nömrəmi yazmamışam. Hər hansı bir telefon nömrəsini daxil etdim. Şifrəmizi daxil edirik və qeydiyyatdan keçirik dostlar. Hal-hazırda biz çıxarış etdik. Əməliyyat tarixçəsi bölməsinin üzərinə kliklədikdə də yuxarı sürüşdürürük və gördüyünüz kimi buradan 30 AZN-lik bir çıxarışımızı etdik dostlar. Çıxarış etdikdən sonra da minimum çıxarış 15 AZN-dir. Ödənişimiz 5-3 saat ərzində adətən bizim balansımıza gəlir. Ən gecə də 24 saat ərzində, yəni bir gün ərzində bizim balansımıza ödənişimiz gəlmiş olacaq dostlar. Mən Kapital Bankı seçmişəm. Kapital Bank üzərindən çıxarış etmək bölməsini seçmişəm. Siz buradan bank hesabı bölməsinin üzərinə klikləyərək öz bank hesablarınızı daxil edə bilərsiniz. Buradan istənilən bank seçə bilərsiniz. Leo Bank, Unibank, Halkbank, Kapital Bank, yəni Paşa Bank, Yellow Bankdan da istifadə edə bilərsiniz. Yəni bu şəkildə beləsə çıxarış etmək mümkündür. Yatırım etmək istəyən dostlarımızda yükləmə bölməsinin üzərinə klikləyərək burada məbləği təyin edə bilər. Tutaq 100 AZN təyin edirəm. Ödəniş kanalı 1 zaten seçili olacaq və təsdiq et bölməsinin üzərinə klikləyərək sizlərə verilən beləliklə Kapital Bank kart nömrəsini kopyalayıb buraya 100 AZN göndərirsiniz və eyni zamanda aşağıda qəbzi göndərməyiniz kifayət edir dostlar. Yəni hər çıxarışdan da 15% komissiya tutulur dostlar. Mən hal-hazırda 30 AZN çıxarış etdim. 15% komissiya tutulur 4 manat 50 qəpik və mənim balansıma 25 manat 50 qəpik ödəniş gəlməlidir dostlar.
Sizlərə yatırımsız qazanc növlərini də bu bölmədən göstərim. Hal-hazırda bonus bölməsinin üzərinə klikləyərək gündəlik giriş edərək 50 qəpik hər gün daxil olaraq 50 qəpik qazanc əldə edə bilərsiniz dostlar. Bu bölmədən kömək bölməsinin üzərinə klikləyib Telegram üzərindən birbaşa olaraq əlaqə saxlaya bilərsiniz dostlar. Hər hansı bir sualınız olsa və eyni zamanda da buradan hər belə desək ödənişləri, yəni çıxarış belə desək qəbzini çıxartdığınız məbləğin sizin balansınıza, bankınıza gəldiyini, qəbzini buraya yazdıqdan sonra da 1-100 arasında məbləğlərlə sizlərə bonus verilir. Gördüyünüz kimi bir çox adamlara biraz enlik bir ödəniş də edilib dostlar. Yəni sadəcə klikləməyiniz kifayət edir. Eyni zamanda da bu bölmədən referallar üzərindən qazanc əldə edə bilər. Sizlər verilən link kopyalayıb hər hansısa bir şəxsə göndərsiniz. Həmin şəxsin link isə qeydiyyatdan keçib yatırım etdiyi təqdirdə 35 və 1%lik komissiyalarda əldə etmiş olursunuz dostlar. İndi isə dostlar ödənişin gəldiyində sizlərə ətraflı bir şəkildə göstərim. Gördüyünüz kimi dostlar 20 dəqiqə ərzində bizim balansımıza ödənişimiz gəldi. Sayt həqiqətən də ödəmə edir. Kanalımıza abunə olub bildirimlər açmağı və video like atmağı unutmayın. İndən hər birinizə çox təşəkkür edirəm. Sağ olun, salamat qalın.